7 uşaq anasıyam. Uşaqlarımın ən böyüyünün 15 yaşı var, ən balacasında 1 yaşı var. Səhər çağı 6-da dururam, onları səhər yeməyi hazırlayıram, onları məktəbə yola salıram. Evə gələndən sonra da dərs zad oxuyurlar. Həm dərs oxumaya köməkli edirəm, həm istiratına, həm indi xanımıma da kömək edirəm. İndi o da baxma 7 uşaq olduğuna görə, bir çətin olduğuna görə kömək eləmək lazımdır. Hamısı mənim balamdır. Onlarla əylənirəm, zarafat edirəm, başıma çıxardıram. Ancaq onlarla əylənib fikrim də dağılır. Evdə bir-birləri ilə oynayırlar uşaqlar. Belə hərdən özüm də onlarla məsələn biraz belə zarafatlaşıram, biraz oynayıram. Aram sevincli olur və günü necə keçməyi bilmir. Dövlətimiz bizə çoxuşaqlı ana olduğuma görə müavinət ayırıb və sosial yardım ayırıb.